Anaları ən çox qorxuzan məqam temperaturun yüksəlməsi, qızdırmadır. Lakin nəzərə almaq lazımdır ki, qızdırma hər zaman təhlükə deyil. Hətta bizim orqanizmimizin ələxüsus uşaqlarda qoruyucu mexanizmdir və qızdırmanın düzgün nəzarəti və düzgün idarə olunması lazımdır və həkim təyinatı olmadan qətiyyən dərmanların istifadəsi yol verilməzdir. İkinci məsələmiz isə antibiotikdir. Antibiotik qızdırma salıcı dərman deyildir və onun istifadəsinə göstərişi yenə də həkim təyinatı əsasında aparılmalıdır ki, orada həm gün sayı, həm uşaqlarda çəki sayına görə antibiotikin dozalanması da düzgün aparılmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, uşaqlarda hər xəstələnmə halında antibiotik ehtiyacı olmur. Üçüncü məsələmiz isə vitaminlərin, ələxüsus da C vitamininin geniş istifadə olunmasıdır. C vitamini bizim orqanizmimiz üçün çox lazım olan vitaminlərdən biridir. Lakin hər bir şeydə olduğu kimi onun da yersiz şəkildə istifadəsi müəyyən problemlərə yol aça bilər. Və digər məsələlərdən biri isə valideynlərdə uşaqları zorla yedizdirmə vərdişlərinin olmasıdır ki, bu qətiyyən yol verilməzdir və bu uşaqlarda əksinə yeməkdən imtinaya, ümumiyyətlə yemək münasibətlərinin pozulmasına gətirib çıxarda bilir. Və sonda isə qeyd etmək istəyirəm ki, uşaqlarda ekranın istifadəsi də deməli nəinki nitq, eyni zamanda beyin inkişafına çox ciddi təsir göstərir. Bu səbəbdəndir ki, ümumiyyətlə 2 yaşa qədər ekrandan uzaq tutulmalı, 5 yaşa qədər gün ərzində sadəcə yarım saat müddətində ekran icazəmiz var. Daha ilərləyən yaşlarda isə zamanı sadəcə müəyyən qədər artıra bilərik. Çünki ekran istifadəsi uşaqlarda həm nitqin ləngiməsinə, eyni zamanda aqressiv halların artmasına və bir də beyin inkişafının ləngiməsinə gətirib çıxarda bilər.